Deməli, bu günə kimi hələ öz uşağım olmayıb, öz uşağıma pampers taxmamışam. Bu bir ilkdir. Qismət Şəhriyarın uşaqlarınaymış. Bu da sana böyle. Belə eləyirlər də yəqin ki. Dən qaldır qolları bürək. Belə. Sonra bunu buradan açırlar, eləyirlər. Yəqin ki, belə. Sonra bunu buradan açırlar, eləyirlər. Kızılmayın yan 3 çocuk atası Ferhat Şehriyar Tahir oldu ve Hayda, üç uşaq oldu. Ay baba, 4 dənə uşağın var sənin. Yox, əksikadır. Mən də babayım. Allah, başa qışqırtmada özünü istəyirəm. Abi şey olsa Ay, şükür. Bir ildən sonra da belə çəkəcəm, yerə baxacam, görəcəm bir dənə də yerdələr. Məryəmlə bayaqdan Seyid oyun çıxardırlar. Məryəmlə Seyid gözlüyorum, ata əgər hələ çıxmırsa gəzəydi konularla qısmında asılmalar. Bəli, arkadaşlar, aldığımız istikbarata görə Şəhriyar kamera başına Şəhriyar hələ ustalarla danışır, ona görə istəyirəm Zeyn'in asıl olup paltadan asa. Buna bir dənə də şkaf gələcək, bu turbadan gələcək arkadaşlar. Çünki çox köpmüş olur. Məncə də birinci ən aslarını şeylər. O 1 yaşında olup boydan olmaz bence. Məncə də indi də bu təzə doğulanda geyinə bilər. Aslan bu boydan palto giyinir deyip doğlantı. Ona görə hər ölçüdə almışam ki, qoy birdən işli, birdən ya arıq olsun, ya kök olsa, əynində hər razmərdə paltar olsun da. Böyle var Balacaları hə qabağa, böyləri. altı doktor. Ay! Bu ne? Doktor, ortaya sonu. Mən heç körpə uşaq sevməzdim. İndi adamın həqiqətən var. Bu niye ekran balacadır yaxı? Körpə uşaq görəndə qorxudan, birdən əlimdən geri salaram, ya xəstələnərəm, öpərəm bir şey olar deyə. Hamdi Səadət Zeyd üçün beşik alır. Şəhriyarla birlikdə indi onu quraşdı. Allah'a dost indi mən dərk edirəm ki, bu otaq uşaq gələcək. Arkadaşlar heç o beşik gələndən sonra mənə çatdı ki, bir 10-15 günə burada uşaq uzanacaq. Anneciğim, ne olursun ağlamayasam da mən yoxum dəyərlidir. Sonra bunu o xəstəxanada, bunu o qədər bəyənmişəm ki, istəyirəm xəstəxanada geyindirsinlər, amma şeydir, deyilənə görə orada uşağa özləri hər şey eləyirlər, icazə yoxdur aparmağa, amma bunu da yuyuruq bu dəstini. Neyse, bunu istifadə edəcəm. Yəni umarım Zeydin əşyaları buna sığar. Sığmasa məcbur özümə gərək başqa sumka götürmüş qafdım. Bir də bunları yuyacağım. Bitti. Buraların halını sizə göstərim. Görün nə hala düşdü. Bunları da atacağım. Veşilkaları saxlayacağım çünki mən bildiyim qədərli lazım olacaq. Bir də mənə bilirsiniz sabah günlükdə. Hə, sabah mənim də həkim günümdür arkadaşlar. Əməliyyat tariximi belirləyəcək. Nəysə, videonu burada sonlandırım. Gedirəm bunu sizin üçün paylaşmağa. Ümid edirəm ki